Salam kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə Koroğlu dastanından Həmzənin qıratı qaçırması qolunu keçəcəyik. Bütün xırdalıqlarına qədər sizə izah eləyəcəm. Bilirik ki, qarşıdan sertifikasiya və müəllimlərin işə qəbul imtahanı gəlir və bu videonu müəllimlərə dəstək olmaq məqsədi ilə çəkirəm. Yenə Həmzənin qıratı qaçırılmasını bütün xırdalıqlarına qədər sizə verməyə çalışıram. PDF-dəndir, yəni ixtisarla verilən bir əsər deyil. PDF-dən bilirik ki, müəllimlərə bu əsər PDF-dən düşəcək işə qəbulu da. Başlayırıq. Həmzənin qıratı qaçırması. Bağdad əhvalatından sonra bilirik ki, Xotkar ətrafına namələr yazır, məktublar yazır və adlı sanlı paşaları, pəhləvanları, böyük qoşun başçılarını yanına çağırır və bir məclis qurur. Deməli, harda baş verir əhvalat? Bağdadda, yadınızda qalsın. Bağdadda baş verir. Adətən götürürlər ki, hadisə Toqatda baş verir. Toqatda baş vermir. Hadisə Bağdadda baş verir. Bağdad əhvalatından sonra olur. Xotkar, Bağdad böyüyü bütün paşaları, qoşun böyüklərini yığır, yanına bir məclis qurur. Elə hər kəs öz yerini tutur, Xotkar deyir. Xotkarın sözü nədir? Deyir ki, Koroğlu yaman deməli başlayıb dirçəlməyə. Koroğlu yaman başlayıb dirçəlməyə. Koroğlunun səsi kəsilmir. Nə qədər ki deyir, onun səsi kəsilməyib. O bizə deyir, bu yer üzünü zindana döndərəcək. Biz deyir, bir tədbir tökməliyik ki, o Koroğlunun yer üzündən neynəyək, yox eləyək. Yoxsa deyir, bizim əvvəlimiz, axırımız yoxdur. Bütün deyir, dələduzlar hamısı gedir, onun başına yığılır. Onun başının adamları çoxalır. Başının adamları nədir? Yəni onun qoşununun sayı çoxalır. Və hər kəs onun üstünə gedir. Bütün dələduzlar onun üstünə gedir və o qoşun çoxalır. Bir də görəcək ki, deyir, qoşunu çəkdi üstümüzə, şəhərlərimizi, kəndlərimizi əlimizdən aldı və biz neynəyəcəyik? Biz də gedəcəyik, deyir, ona nökəri naib olacaq ya da ki, deyir, qaçıb dağlarda, daşlarda qaçaqçılıq edəcək. Yəni, Koroğlu bizim üçün böyük təhlükədir. Neynirik, neynəməyək, bəs bu Koroğlunu aradan götürək. Neynir? Ağız-ağıza verir bütün paşalar, məclisə səs-küy qalxır. Biri deyir ki, qonaq çağıraq, tutub dar ağacından asaq. O birisi deyir ki, yəni bu o qədər asan deyil də, gəl pul verək, adamların içindən birinə qızıl verək, onu öz adamlarından özünü öldürtdürək. Biri deyir ki, sən qorxaqsan, biri deyir, sən heç nə başa düşmürsən. Yenə səs-küy hamısı ağız-ağıza verib başlayırlar danışmağa. Bunlar dəyişməkdə olsunlar. Gəlin biz Toqatlı Hasan Paşadan danışaq. Kim idi Toqatlı Hasan Paşa? Toqatlı Hasan Paşa demək olar ki, Xotkarın sağ əli idi. Xotkar ona hər şeydə güvənirdi. Xotkarın elə bir işi yox idi ki, o Hasan Paşa onu deməli yerinə yetirə bilməsin. Bütün işlərini yerinə yetirirdi. Deməli, bir gün bu Hasan Paşa da o Hasan Paşadır ki, bu Hasan Paşanın təklifi ilə Koroğlunun atası Alı kişinin gözləri çıxarılmışdı. Yəni, onun gözlərinin çıxarılmasını kim məsləhət vermişdi? Hasan Paşa. Hasan Paşa kimə məsləhət vermişdi? Həsən xana. Kimə məsləhət vermişdi? Həsən xana. Hasan Paşa Həsən xana məsləhət vermişdi. Həsən xanla Hasan Paşa ayrı-ayrı insanlardı. Deməli, Hasan Paşa Həsən xanın qonağı olanda Paşa Həsən xana 2 dənə ayğır at balası verir ki, pay verir ki, deməli, peşkeş verir, vermək istəyir. O vaxtı da deməli Həsən xanın Mehdəri Alı kişi idi, Koroğlunun atası. O 2 dənə arıq ayğır gətirəndə Həsən xanın bu atlardan xoşu gəlmir, deyir, bunlar çox arıqdılar və təklif eləyir ki, ona bu hədiyyəni layiq görən o Mehdərin gözləri çıxarılsın. Və Hasan Paşa da Həsən xanın sözünü yerə salmır və Alı kişinin gözlərini çıxartdırır. Koroğlu da o gündən sonra Koroğlu olur. İndi həmən o 2 ayğırdı ki, deməli Həsən xan həmən ayğırlarda kör olan Alı kişini qoşur, göndərir onu ilə öz evinə ki, apar bunları sənin özünə peşkeş verirəm. İndi o qıratına həmən ayğırları da Həsən Paşa aparır, oğluna deyir 40 gün qaranlıqda saxlayır, birini qırat eləyir, birini dürat. Yəni dürat işıq üzü görür deyə dürat olur, qırat biri də qırat olur. Həmən o 2 ayğırdı. Hasan Paşa deməli, buradan biraz haşiyə çıxdım ki, yəni bilməyənlərin xəbəri olsun.
Deməli, həmən Hasan Paşadır ki, Alı kişinin atasının gözlərinin çıxarılmasına məsləhət verib. Hasan Paşa Xodkarın sağ əli dedik və hər şeyi ona deməli, yəni güvənirdi. Hər şeydə ona güvənirdi. Deməli, qərəz nə baş verir? Hasan Paşa məclisdə səs-küy qalxandan sonra Xodkara yaxınlaşır, deyir ki, mənim bir təklifim var, amma mən bu təklifi paşaların yanında demək istəmirəm. Ayrılıqda demək istəyirəm sənə. Hasan Paşa durub deməli, Xodkara baş əyir, görür ki, əvvəlcə baxın, deməli, Hasan Paşa səs-küy qalxır, Xodkar fikir verir, görür ki, danışanların heç biri qoşun çəkib Koroğlunun üstünə getmək fikrində deyil. Elə danışırlar, amma heç kəs Koroğlunun üstünə getmək fikrində deyil. Niyə görə? Çünki hamı Koroğludan qorxur. Elə bir təhər eləmək istəyirdi ki, ilanı Seyid Əhməd Əli ilə tutsun. Xodkar istəyirdi ki, ilanı Seyid Əhməd Əli ilə tutsun. Xodkar özünü Hasan Paşaya tutub dedi. Xodkar üzünü Hasan Paşaya tutub dedi ki, Hasan Paşa, söz səndədir. Yəni, hərə bir söz dedi, indi söz səndədir. O da deyir ki, mən sizə, sizin əmriniz deyir mənə, Allah əmridir. Deməli, Xodkar Hasan Paşa Xodkarın əmrini nə hesab eləyir? Allah əmri hesab eləyir ki, sizin əmriniz mənə deyir, Allah əmridir. Çox doğru buyurursunuz. Koroğlu artıq indiyəcən deyir, düşünməmişdim. İndi düşünürəm ki, böyük bir təhlükədir və onun atasının deyir, gözlərini mən çıxartdırmışam və deməli, inşallah özünü də İstanbul şəhərində deyir, dar ağacından mən asaram. Təbii ki, sizin sayənizdə. Və mən sözlərimi, fikirlərimi təklikdə sizə demək istəyirəm. Ona görə də Hasan Paşa deməli, Hasan Paşaya qarşı deməli, paşaların ürəyində bir qibtə hissi yaranır, paxıllıq yaranır. Amma Xodkar deməli, onların hamısını çıxardır və Hasan Paşa deyir ki, Xodkar sağ olsun, Koroğlu bu saat çox güclənibdir, onu aldatmaq, tora salmaq olmaz. Siz gərək, fikirləşirəm ki, siz gərək üç tərəfdən Koroğluya deyir, gərək birləşək biz, üç tərəfdən Koroğluya deyir, halqa mərəkə eləyək və hamısını bir yerə qurub, bir yerdə deyir onu, yəni mühasirəyə salaq, üç tərəfdən hücum eləyək, mühasirəyə salaq və onu öldürdürək. Sonra Xodkar Hasan Paşaya neynir? 40 gün möhlət verir. 40 gün möhlət verir. Deyir ki, yox elədin. Səni özümə sədir əzəm eləyəcəm. Yox, eləyə bilmədin, artıq eləyə bilmədin. Nə eləyəcəksə onu demir. Elədinsə deyir, səni özümə nə eləyəcəm? Sədir əzəm eləyəcəm. Amma eləyə bilmədiyini demir. Hasan Paşa dik qalxıb dedi ki, sənə qurban olum. Mən əgər onu qolu bağlı sənin qabağına gətirə bilməsəm, özümü həlak eləyərəm. Yəni, heç deməyə də imkan vermir ki, Xodkar desin, neyniyəcək, deyir, özümü həlak eləyərəm. Yəni, söz verir ki, mən onu qolu bağlı 40 günə sənin qarşına gətirəcəm. Amma sən paşaların, qoşun böyüklərinin nə deyir? İxtiyarını mənə ver. Mənə ver. Yəni, onlar heç nə deməz. Külli ixtiyarı verir Hasan Paşaya və hər tərəfə də yazır ki, namə yazır, göndərir ki, bütün qoşunların, deməli, bütün paşaların külli ixtiyarı Hasan Paşadadır. Deməli, bir də deməli, Xodkar deyir ki, Koroğlunun əlində aciz qalmışıq. Bir də elə ginən ki, şəhərə mal gətirə bilim. Çünki şəhərə mal gətirə bilmirik. Şəhərə mal gətirə bilmədiyimiz üçün. Bütün deyir, əhali fikirləşəcək, Koroğlu tutur onların qarşısını kəsir, mallarını əlindən alır. Və cəmaat da fikirləşəcək ki, deməli, bu necə şeydir ki, bəs mən mal gətirə bilmirəm də. Xodkar qalıb Koroğlunun əlində aciz. Ona görə də elə ki, mal gətirim. Hasan Paşa da əlini qoyur gözünün üstünə, deyir ki, bu da mənim gözüm üstə. Yəni, bu işi həll eləyərəm, narahat olma. Daha sonra Hasan Paşa
gəlir deməli, qayıdır gəlir birbaşa hara? Toqata. Qayıdır gəlir Toqata və Toqatda məclis qurur, bütün paşaları çağırır. Və o məclisə qayıdır, o tərəfdən də deməli Xodkarnamə yazıb bütün paşalara göndərir ki, külli ixtiyarı vermişəm. Hasan Paşaya kim onun sözündən çıxsa boynu vurulacaq. Boynu vurulacaq. Deməli, agah olun ki, yəni bu məclisi qurur. Məclisi qurulandan sonra Koroğlunun üstünə getmək üçün bilin agah olun deyir. Hasan Paşa ki, deyir bilin agah olun ki, paşalara deyir ki, və Koroğlunun üstünə getmək üçün biz 3 tərəfdən qoşun yığmalıyıq. 3 tərəfdən. Və biz elə eləməliyik ki, Koroğlu göz açmağa macal tapmasın. Amma onu da yadda saxlayın ki, Xodkar yox. Hasan Paşa artıq hadisələr harda baş verir? Toqatda. Çünki Hasan Paşa qayıdıb gəlib Toqata. Məclis qurubdur və məclisdə göz gəzdirir ki, məclisdə qeyri bir adam yoxdur, yəni məclisdə olanlara fikir verir və Xodkarın möhürlü naməsini çıxardıb göstərir. Ondan sonra deyir ki, yəni bütün ixtiyar məndədir və mən fikirləşirəm ki, Koroğluya 3 tərəfdən hücum eləyək və onu tutaq, göz açmağa macal verməyəyik. Belə də eləmək fikrinə gəlirlər, amma heç kəs başını qaldırmır. Və deyəndə ki, yəni kim razıdır ki, qabaqda özüm gedəcəm deyir. Sağdan soldan 2 nəfər mənə bir qoşun başçısı çıxsın qabağa, paşalardan kim razıdırsa desin, görək kim gedəcək. Deyir, məclisdən səs çıxmadı. Özü deyir ki, qarşıda özüm gedəcəm. Yenə sağdan soldan adam lazımdır ki, bir kömək eləmək üçün. Onsuz da qarşıda deyir özüm gedəcəm. Amma yenə də bir səs çıxmır. Niyə görə çıxmır? Çünki hamı Koroğludan qorxurdu. Və bu vaxtda fikirləşir ki, badələrin içərisində 2 dənə badə gətizdirir. Badə, şərabla dolu badə gətizdirir. Və badələrin içərisinə ləl atır. Cibindən ləl çıxardır. Ləl nədir? Qiymətli daş. Çıxardır, atır badələrin içərisinə. Və deyir, mən əhd eləyirəm ki, Toqat paşalığını ona bağışlayaram. Və üstəlik qızlarımdan birini də ona verərəm. Çıxardır cibindəki deməli, baxın, çıxardır cibindəki ləli qoyur bu deməli badənin içərisinə atır. Deyir, bu badəni içərsiz, dibindəki ləli götürəcək. İçən adam dibindəki ləli götürəcək. Bu badəni kim içsə. Dibindəki ləli götürəcək, qiymətli daşı. Və mən əhd eləyirəm ki, Toqat paşalığını ona bağışlayıram. Və üstəlik də deyir, qızlarımdan birini ona verirəm. Elə bu zaman məclisin bir tərəfindən bir cavan ayağa qalxır. Bu kim olur? Ərzincalı, Ərzincan qalasının qoşun böyüyü olur. Kim idi bu? Bolu bəy. Bolu bəy çoxdan idi ki, Həsən Paşanın qızı Dünya xanımda gözü var idi. Aşıq idi ona, Dünya xanıma. Amma Dünya xanımla evlənə bilmirdi. Dünya xanımın deməli Bolu bəydən zərli zəhləsi gedirdi. Amma deməli Bolu bəy də gəlib Hasan Paşadan Dünya xanımı istəyə bilmirdi. Niyə görə? Çünki bilirdi ki, Hasan Paşa qızlarını çox istəyir. Çox istəyir, qızlarını çox istəyir. Onların bir sözünü 2 eləməz. Hasan Paşa məsələni bu şəkildə qoydu. Bolu bəy fürsəti bilib ayağa durdu. Elə o ayağa duracaq, Hasan Paşa sevincək dedi ki, mərhaba deyir Bolu bəy. Mən bilirdim ki, sən gedəcəksən. Bolu bəy deyir, yeriyib badənin birini Hasan Paşadan alır, içir, ləli götürür və deməli bu işin öhdəsindən gələrəm deyir. Paşa deyir, sağ olsun. Yox, alır, amma badəni içmir də, badəni götürür, irəli gəlir və deyir ki, mən bu işin öhdəsindən gələrəm, ancaq mənim də deyir, bir şərtim var. Deməli, Bolu bəyin də bir şərti var. Hasan Paşa deyir ki, şərtin nə olur olsun yerinə yetirəcəm də, denən amma gəlsin. Bolu bəy də necə adam idi? Çox hiləgər biri idi. Əgər hiləgər olmasa bu fürsətdən istifadə eləyər. Görürsünüz, hiləgərin biri idi. Deyir, o şeytana papaq tikər, təpəsində də deşik qoyardı. Baxın, düşər ki, bu söz kimindir? Şeytana papaq tikə bilən, papağın da başında deşik qoyar. Bax, bu qədər hiləgər ola bilən paşalardan kim idi?
Təbii ki, Bolu bəy idi. Şeytana papaq tikərdi, təpəsinə də deşik qoyardı. Üzünü tutub Hasan Paşaya deyir ki, paşa mən bilirəm ki, bu Xodkarın əmridir. Bilirəm ki, deyir, bu sənin yox, Xodkarın əmridir. Ona görə də deyir, sizin əhdinizə arxayınam. Yəni bilirəm ki, Xodkardan ötürü siz bunları eləyəcəksiniz. Sizin əmrinizə arxayınam. Ona görə də mənim də sizdən deyir, bir xahişim var ki, deməli, yəni bilirəm deyir, siz məni özünüzə deyir, Toqat paşalığını deyir, mənə verəcəksiniz. Məni deyir, özünüzə nökər eləyib qızını verəcəksən. Bunları bilirəm deyir. Amma deyir, mənim də şərtim budur ki, gərək pəhləvan Qəcar alını, bir də Mehdər Murtuzu mənə verəsən. Qəcar alı ilə Mehdər Murtuzu istəyir. Qəcar alı kim idi? Deməli, Toqatın pəhləvanı idi, pəhləvanlarından biri idi. Amma elə pəhləvan idi ki, hələ indiyə qədər heç kəs ona qalib çıxmamışdı. Mehdər Murtuz da düz 7 il Koroğluya mehdərlik eləmişdi. Düz 7 il Koroğluya mehdərlik eləmişdi. Ona görə də Koroğlunu da, Çənlibeli də çox yaxşı tanıyırdı Mehdər Murtuz. Şərtin şəkər üstə deyib, Hasan Paşa deməli bu işlə razılaşır. Bolu bəy üçün bunları, bu iki adamı, yəni pəhləvan Qəcar alını və Mehdər Murtuzu verir. Bolu bəy Badəni bu zaman bu şərtə razı olandan sonra, bax, şərtə razı olandan sonra Badəni içir, ha, Bolu bəy. Bolu bəy Badəni içir, ləli də qoyub cibinə, qayıdır oturur yerində. Bundan sonra Hasan Paşa deyir ki, ikinci badəni doldurur. Deyir ki, indi növbə ikincisinindir. Elə ikincisini təzə demişdi ki, bir qasid tozanağa verə-verə bir də qasid gəlir, girir məclisə. Deməli, gəlir, girir bir məclisə. Hasan Paşaya bir namə verir. Namə verir, Hasan Paşa da naməni oxuyur, görür kimdəndir? Ərəb Reyhandandır. Namədə Ərəb Reyhan nə yazır? Yazır ki, deməli, eşitmişəm ki, Koroğlunun qoşunun üstünə gedirsən. Bəs Koroğlu mənim də düşmənimdir. Və icazə ver ki, mən də onun üstünə gedəm. İcazə ver, mən də onun üstünə gedəm. Hasan Paşa şadlığında bilmədi ki, nə etsin şadlığından. Yəni, o qədər şadlandı ki, bilmədi nə etsin. Yəni, ikinci adam heç məclisdə axtarası olmadı. Namə ilə Ərəb Reyhan özü razılaşdı. Ki, yəni, mən namə məktub yazır və deyir ki, mən getmək istəyirəm. Və bu zamanda Hasan Paşa neyniyir? Hasan Paşa onsuz da Ərəb Reyhanı tanıyırdı. Bilirdi ki, çox çətin adamdır və ona da güvənirdi. Və neyniyir? Qasidinə deyir ki, Hasan Paşa deməli, Ərəb Reyhanın qasidinə deyir ki, gəl bu deyir, içkini iç, badəni iç, içindəki o ləli də götür, apar ver ağana. Apar ver ağana, deyən ki, onun yolunu gözləyirik. Gözümüz üstə yeri var. Qasid badəni içir, ləli qoyur cibinə. Amma birdən Hasan Paşa fikirləşir ki, deməli, vəzirinə tapşırır. Hasan Paşa nəsə fikirləşir. Vəzirinə tapşırır ki, qasidə aparıb yedizdirib içirsinlər, biraz da pul verib yola salsınlar. Naməyə də, deyir, naməyə də cavab yazsın. Vəzir qasidi də götürüb gedir. Məclisdəkilər soruşurlar ki, namə kimdən idi? Baxın, hələ məclisdəkilər bilmirlər namə kimdədir. Artıq Hasan Paşa razılığını verib. Vəzirə tapşırır ki, apar qasidi yedid içir, cibinə də pul qoy, yola sal. Bundan sonra ardıcılığı diqqətlə yadda saxlayın. Çünki müəllimlərin işə qəbulunda ardıcıllıq düşür. Bundan sonra məclisdəkilər soruşur ki, namə kimdən idi? Onda Ərəb Reyhan deyir ki, onda Hasan Paşa deyir ki, namə Ərəb Reyhandan idi. O zaman Hasan Paşa deyir ki, namə Ərəb Reyhandan idi. Neysə, məclis qurdular, yedilər, içdilər, kef elədilər. Və Mehdər Murtuz ədəblə baş əyib dedi. Mehdər Murtuz ədəblə baş əyib dedi. Paşam sağ olsun deyir. Bax, bilirəm ki, Xodkara da sizə də canım qurban olsun. Sizin buyruğunuz Allah buyruğudur. Baxın, sizin buyruğunuz Allah buyruğudur. Fikri burada ikinci dəfə səslənir. Birinci dəfə Hasan Paşa özü Xodkarın qarşısında demişdi ki, sizin buyruğunuz Allah buyruğudur. İndi də Mehdər Murtuz Hasan Paşanın qarşısında deyir ki, sizin də Xodkarın da qurbanı olun. Sizin
deməli, buyruğunuz Allah buyruğudur. İndi ki siz göndərirsiniz, təbii ki deyir biz gedəcəyik. Amma bir məsələni xatırlatmaq istəyirəm ki, Koroğlunun igidliyinin yarısı onun qıratındadır. Əgər biz Koroğlunu tutmaq istəyiriksə, ilk növbədə gərək onun atını tutaq. Çünki o nə qədər ki deyir qıratın üstündədir, biz ona heç nə eləyə bilmərik. Əgər Koroğlunun müzəhlə eləmək istəyirsənsə, bir dəhər elə o atı onun əlindən çıxart. Elə ki deyir o at onun əlindən çıxsın. Hasan Paşanın bu söz beyninə batdı. Beyninə batdı. Məclisdəkilər də Mehdər Murtuzun sözünü təsdiqlədilər ki, düz deyir. Əgər Koroğlunun qıratını götürsək, Koroğlunu daha asan tutarıq. Murtuz deməli, dərdi bilən dərmanı da bilər. De görün, Hasan Paşa deyir bunu. Hasan Paşa deyir ki, dərdi bilən dərmanı da bilər. De görüm, nətər eləmək olar ki, qırat onun əlindən çıxsın. Baxın, dərdi bilən dərmanı da bilər. Belə bir fikir də bir əsərdə var. Hansı əsərimizdə var ki, dərdini deyib dərmanını da desin. Yəni onun əlacını da desin deyir. Belə bir fikir harda var? Təbii ki, Aldanmış Kəvakibdə var ki, orada da deyir ki, əgər deməli gəlib deyir şahım bunu deyirsə ki, sizi belə bir bəla gözləyir, onda o münəccim başı gəlsin, onun əlacını da desin. Belə bir fikir də deməli və buna oxşar bir fikir də Aldanmış Kəvakibdə var. Mehdər Murtuz deyir ki, paşa, vallahi nə bilim, dayı onun atını pul ilə alası deyilik ki. Bax, Mehdər Murtuz ona əlac tapa bilmir. Deyir, onun atını pul ilə alası deyilik ki. Gərək elə bir adam ola ki, Çənlibelə gedə ya qıratı gətirə, ya da ki, başından keçə Koroğluya təslim ola. Yəni deyir ki, biz onun atını gedib pulla ala bilmərik. Aldadıb əlindən də almaq olmaz. Gərək elə bir adamla danışaq ki, o getsin deməli Koroğlunun ya qıratını gətirməyə müsəssəl olsun, ona bacarsın, ya da ki öz başından keçsin də, bilir ki gətirə bilməyəcək. İşin üstü açılacaq, Koroğlu onun başını vurduracaq. Ya da ki öz başından keçsin. Ölümünü gözünün qabağına ala bilən bir adam lazımdır. Paşa neyniyir, məclisə baxır və bilmir neynəsin. Bu vaxtı məclisdən bir nəfər üstündən cin ürkən, yəni geyimi keçmi pis gündə, cındır günündə, üstündən cin ürkən deməli biri ayağa durur. Hansı ki bu adam kim idi? Keçəl Həmzə idi. Keçəl Həmzəni adətən məclislərə buraxmırdılar. Niyə görə? Çünki o deməli başma qoğurruyurdu, digər oğurluqlar eləyirdi. Ona görə üstündən də cin ürkürdü. Onu məclislərə buraxmırdılar. Amma yeyib içmək başlayanda bir təhər özünü deməli məclisə salmışdı. Bir təhər özünü məclisə salmışdı ki, oturub yeyib içib qarnını doydursun. Sonra yəni tövləyə zada qoymazdılar da, oğurluq eləyirdi. Keçəl Həmzə kef məclisi başlayanda gəlib bir təhər özünü salmışdı ki, qarnını doydursun. Keçəl Həmzə məclisin ortasına yeriyib deyir ki, paşa sağ olsun. Mən gedərəm. Çalışaram o qıratı gətirim. İşte gətirə bilməsəm bir keçəl başlı da qurban olsun sizə. Yəni başım qurban olsun deyir Hasan Paşa sizə. Başımı qurban verərəm gedər. Əgər işin üstü açılarsa başımı qurban verərəm. Yəni öldürsün məni. Yox deyir, əgər gətirdim, gətirməsəm gələrəm deyir. Dünya mən gətirsəm əgər deyir, mənim şərtim var. O şərtlərimi yerinə yetirərsiniz, gətirməsəm başımı ilə boynumu siz vurdurarsınız. Həmzə deyir ki, mənim də amma şərtlərim var. Həsən Paşa deyir ki, sən gedib qıratı gətirsən, birinci deyir, mən səni dünya malından qəni edərəm. Baxın, bunu birinci deyir. Birinci deyir ki, bax, gedib gətirsən, Həsən Paşa deyir. Gətirsən, birinci, səni dünya malından qəni edərəm. Yəni, dünya malı ilə səni doyduraram. Dünya malı çoxlu pul var, dövlət verərəm. Sonra Həmzə deyir ki, dünya malı lazım deyil. Baxın, istəmir. Qeyd edeyim bu hissəni, ardıcılığı düşə bilər. Sonra deyir ki, sənə bəylik verərəm. Yenə bunu kim deyir?
İkinci, Hasan Paşa deyir ki, yaxşı sənə bəylik verərəm. İkinci bunu deyir. Yox Paşa deyir, mənə bəylik də lazım deyil. Bəylik də istəmir. Hasan Paşa deyir ki, səni oğulluğa götürərəm. Və Həmzə deyir ki, qurbanın olum, mənə oğulluq da lazım deyil. Üçünü də bir yerdə sən verməzsən. Deyir, mən istəsəm də bunu sən verməyəsən. Bunu çox gözəl bilirik ki, sən bunların üçünü də mənə bir yerdə verməzsən. Amma deyir, Hasan Paşa deyir ki, onda deyir, görüm sən məndən nə istəyirsən. İstə görüm nə istəyirsən. Həmzə deyir ki, deyirsiniz ki, Koroğlunun nə qədər igidliyi varsa, onun tən yarısı Qıratdadır. Baxın, o tən yarısını gedib mən gətirəcəm. Yerdə qalan tən yarısı da qalacaq siz 3 nəfərə. Bolu bəyə və Ərəb Reyhana, bir də sizə. Yəni, mən gedib onu gətirəcəm. Bolu bəyə də yarısının bir payı düşəcək. O yarısının bir payı düşəcək. Siz deyir, o Bolu bəyə deyir, deməli, Tokat paşalığını verirsiniz. Ləl verdiniz. Bir də böyük qızınız Dona xanımı verir, Dünya xanımı verirsiniz. Amma deyir, böyük qızınız Dünya xanımı verirsiniz. Amma deyir, mənim də bir şərtim var ki, bu yarısı üçün də mən sizdən kiçik qızınızı istəyirəm. Kiçik qızınızı da mənə verin ki, mən gedim Qıratı gətirim. Hasan Paşa deməli buna razı olmaq istəmir. Deyir ki, necə yəni sən qızı bəylikdən, var dövlətdən, mənə oğul olmaqdanmı üstün tutursanmı, qiymətli tutursanmı? Həmzə də keçəli olaraq deyir ki, Paşa, sən bilirsən ki, bilirsiniz ki, deyir, keçəl çox bilmiş olar. Keçəl çox bilmiş olar. Mənə də gəlir, mən də deyir, gəlir çıxarımı bilən bir adamam. Mənə deyir, lazım deyir bu üç şeyin ayrı-ayrılıqda verilməsi. Sən qızını mənə versən, onların deyir, onlar deyir, özləri hamısı gəlib mənim olacaq. Yəni necə? Sənin deyir, olacam kürəkənin. Sən onu mənə verəndən sonra mən olacam sənin kürəkənin. Kürəkən ki var, elə oğula bərabərdir. Bu oğul. Kürəkən ki var deyir, elə oğula bərabərdir. Yəni oğlun oldum. Bir yağdan deyir də oğulluğa götürüm. Oğlun oldum. Ondan sonra da bəylik öz-özünə gələcək. İstədim, istəmədim, o bəylik deyir, öz-özünə gələcək. Mal dövlətdəki bəy olandan sonra, sənin qızının əri olandan sonra, sənin kürəkənin olandan sonra, oğul bərabərin olandan sonra deyir, o mal dövlətdəki heç ümumiyyətlə danışmağa dəyməz, gələcək. Bunların üçü də mənə gələcək. Məclisdəkilər gördülər ki, keçəl düz deyir və əhsən dedilər, əl çaldılar, alqışladılar. Deməli, qızı Keçəl Həmzəyə verməyə ürəkdən razı olmasa da, Hasan Paşa razılaşır ki, Koroğlu Qıratı gəlsə, Koroğlu basılacaq. Odur ki, razılaşır. Fikirləşir ki, əgər bu gedib Qıratı gətirsə, Koroğlu basılacaq. Odur ki, razılaşır. Və Paşa sağ olsun, deyir, yolçu yolunda gələk, deməli, yox, yolçu yolunda gələk demir. Razı olandan sonra deyir, Həmzə deyir, razıyam və deməli, mən Qıratı gətirəcəm, Qıratı gətirə bilməsəm, sən mənim boynumu vurdur, deyir. Amma deyir, mənə keçəl daxı çox ağırlıdır. Ağıllıdır. Mənə deyir, bir cibindən kağız yaz ver və o kağıza deməli, möhür də vur və mənə möhlət ver. Nə vaxta qədər istəyirsən, o vaxta qədər gedim, gətirim. Hasan Paşa car-naçar qalır, yəni çıxılmaz bir vəziyyətdə qalır. Kağızı da yazır, möhürü də vurur. Yəni artıq qızı verir, deməli Hasan Paşa, Həmzəyə, Keçəl Həmzəyə. Hasan Paşa qızını, kiçik qızını da verir, demək olar ki, möhürlü, kağızlı verir bunu da, deməli, Keçəl Həmzəyə. Amma deyir ki, yəni Qıratı gətirəndən sonra Keçəl Həmzənin toyunu eləyəcək də. İndi də Keçəl Həmzə deyir ki, indi mənə izin verin, yolçu yolunda gələk və çıxır gedir. Keçəl Həmzə necə gedir? Bax, soruşarlar. Keçəl Həmzə ata minir gedir. Keçəl Həmzə yolu yəni atla çapa-çapa gedir. Nə edir? Keçəl Həmzə deməli Keçəl Həmzə deməli yolu gedir, piyada gedir. Piyada gedir ki, gəlsin, çıxsın, yəni Koroğlunun yanına. Bu yolçu yolunda gələk deyib çıxandan sonra Keçəl Həmzə məclisdən çıxır. Hasan Paşa da çox şad olur ki, artıq bu getdi Koroğlunun atını gətirməyə
Və deyir ki, Bolu bəyə deməlisini dedi ki, tapşırdı ki, Bolu bəy sən də get, işlərini gör. Yəni bir namədə yazır, göndərir deməli Bayazidli Əhməd Tacirbaşıya. Bayazidli Əhməd Tacirbaşıya. Əhməd Tacirbaşıya nə yazır, göndərir. Deyir ki, səninlə çox bir vacib işim var. Yəni başını deyir, orada, orada islat, burada qırxdır. Bu nə deməkdir? Bunu kim deyir? Hasan Paşa. Kimə deyir? Deməli Əhməd Tacirbaşıya. Əhməd Tacirbaşlı haraylı idi? Bayazidli idi. Başını deyir, orada islat, burada qırxdır. Bu nə deməkdir? Yəni tez gəl. O mənada deməkdir, o anlamda deməkdir ki, tez gəl, səninlə işim var. Və deməli qasidə verir məktubu və o da Bayezdə getməkdə olsun. Bolu bəy hazırlaşmaq üçün Ərzincana gedir. Bolu bəy də çıxır gedir Ərzincana. Deməli nə oldu? Baxın, bu ardıcıllığa bir də baxaq. Deməli nə baş verdi? Hasan Paşa möhürlü kağızını verdi. Deməli möhürlü şəkildə kağızı möhürlədi, verdi Keçəl Həmzəyə, düzdür. Keçəl Həmzə kağızı götürəndən sonra yolum açıq olsun deyib, yolçu yolda gərək deyib çıxıb getdi. O çıxıb gedəndən sonra deməli o çıxıb gedəndən sonra Bolu bəyə tapşırıqlarını verir Hasan Paşa. Bolu bəy də çıxır gedir Ərzincana. Düzdür. Daha sonra namə yazır deməli Əhməd Tacirbaşıya ki, tez durma gəl, başını orada istat, burada qırxdır. Bu artıq Bolu bəy Ərzincana gedəndən sonra baş verir. Bu da belə olur. Daha sonra isə qasid gedir məktubu deməli Əhmədə versin. Tacirbaşı Əhmədə aparır ki, versin. Və Keçəl Həmzə verməyə getdi. Bolu bəy də hazırlaşmağında, Tacirbaşı Bayazda getməyində Bolu bəy hazırlaşmağında olsun. Keçəl Həmzə nə edir? Keçəl Həmzə də çarığını geyindi. Çarıq ayağa geyilən. İndi çivek də deyirlər, yüngül ayaqqabı forması. Çarığını geyindi. Sonra patavasını bərkitdi. Torbasını bir-iki çörək qoydu və belinə taxdı. Yola düzəldi. Necə getdi? Yola düzəldi. Necə getdi? Pay piyada düzəldi yola və gəldi. Çıxdı ki, axşamüstü gəlib çıxdı. Deməli, Çardaqlı Çənlibil deyilən yerə. Və deyilənə görə Koroğlu harada otururdu? Ağqayada. Bunu öyrənmişdi və karvan yollarına baxırdı ki, gördü ki, budur, bir nəfər gəlir. Deməli, o Həmzəni görür və gəlir Həmzənin qarşısını kəsir və Koroğlu Həmzədən soruşur ki, dayan görüm kimsən? Və kimsən, hardan gəlib, haraya gedirsən? Həmzə baxdı ki, qabağındakı bir oğlandı ki, adam üzünə baxmağa ürək eləmir. Baxın, verər ki, Həmzə qıratı qaçırması qolunda. Koroğlunun təsviri verilməyib. Amma burada görürük ki, Koroğlunun portreti verilibdir. Yəni, Koroğlunun təsviri verilibdir. Düzdürmü? Deyir ki, çünki Həmzə baxdı, gördü ki, oğlan nə oğlan deyir. Deməli, adam üzünə baxmağa ürək eləmir. Boy buxun, qol bilək nə boyda. Yəni, süyüsünün ət qat-qat tökülüb, yəni ətləri qat-qatdır. Qara bığları deyir, kəl boynuzu kimi, deşərəm deyir. Qara bığlarını nəyə bənzədir? Kəlin boynuzuna bənzədir. Gözlərini də, Koroğlunun gözlərini Tərlan gözü kimidir deyir. Tərlanın gözləri dayanmır axı bir yerdə, yəni ora-bura oynayır. Bu da deyir, Tərlan gözləri kimidir, oynayır. Tərlan qartal tipindəndir. Deməli, belində bir qılınc var. Allah göstərməsindir. Yəni, qılıncın böyüklüyünü demək istəyir. Qılıncının adı nə idi? Misri qılınc. Özünü də deyir, tanımazlığa, özünü bu vaxtı, artıq başa düşür ki, bu Koroğludur. Anlayır, başa düşür Koroğludur. Özünü deyir, vurur tanımazlığa
Deyir ki, Koroğlu soruşanda ki, kimsən, haralardasan, haralardan gəlib, hara gedirsən, kimsən, nəçisən? O da deyir ki, mən Koroğlunu axtarıram. Deyir, Koroğlu soruşur ki, neynirsən sən Koroğlunu? Həmzə başlayır hiləgər danışmağa ki, qadan alım, mənim bu keçəl başım ki var. Deməli, başıma bəladır. Mən özüm ilxıçıyam. Ömrümü, günümü Bəypaşa qapısında keçirmişəm. İlxıçılıq etmişəm. Atlara baxmışam. Amma mənim bu başımın keçəl olduğunu kim görürsə, məni qovlayır. Qovlayır və mənim bu keçəlliyim başıma bir bəla olub. Baxın, burada özünə hələ bir keçəl Həmzə qarğış deyilib ki, anam kaş məni dünyaya gətirəndə bir qara daşlıq idi. Bax düşər, bunu kim deyir? Anam kaş məni dünyaya gətirəndə, doğanda, anam məni doğan gün bir qara daşlıq idi. Bunu qeyd edeyim. Bu fikri kim deyir? Həmzə deyir. Həmzənin dilindən deyilir. Koroğlu ilə görüşdüyü, o Ağqayada görüşdüyü yerdə. Və o qədər ağlayır, sızlayır ki, mənim bu keçəl başım başıma bəladır, bir qarınçırı tapıb yeyə bilmirəm. Sonra tapıb yeyə bilmirəm və gəlmişəm deyir Koroğluya deyim ki, ya məni qoysun qapısında, bacasında, süfrəsinin qırıq quruşluğunu yeyim dolanım, ya da ki deyir bədənimi başımdan ayırıb qoparsın, bir dəfəlik canım qutarsın, dərddən, qəmdən azad olum. Bunu deyib keçəl Həmzə elə ağladı ki, gözünün yaşını bıldır-bıldır tökdü. Və Koroğlu da keçələ yazığı gəldiyi üçün dedi ki, elə o Koroğlu dediyin mənəm. Açıq dedi ki, Koroğlu dediyin mənəm. Bunu eşitcək Həmzə Koroğlunun ayaqlarına yıxıldı. Qoydu özünü hiləgərliyə də. Başladı hiləgərlik eləməyə ki, ay qurban kəsilim sənə. Koroğlu məni qapından qovma. Koroğlu ona qabaqlayıb dedi ki, dur ayağa, yekə kişisən. Yekə kişisən, kişi bir qaran çörəkdən ötürü ağlamaz, ayağa yıxılmaz. Gecəl Həmzə də durur, Koroğlu deyir ki, de görüm, əlindən nə iş gəlir? Həmzə deyir ki, əslində deyir. Mən deməli mənim sənətim deyir. Əslində dədə-baba sənətim deyir mənim. Mənə at tapşırdı. Deyir mən ata baxa bilirəm. İlxıçıyam. Bilirəm ki deyir sən məni aparıb nə kebabçı qoyacaqsan deyir, nə də şərabçı. Bax sən məni deyir nə kebabçı eləyəcəksən, nə şərabçı. Məni deyir bir at tapşır, mən ata baxım. Çünki mənim sənətim budur. Koroğlu keçəl Həmzəni götürüb gəlir. Dəlilər bunu görən kimi görürlər ki, bunun gözü qaşı oynayır. Dəlilər hirslənirlər ki, sən bunu niyə gətirmirsən? Dəlilər keçəl Həmzəyə inanırmı? Belə bir sual düşər ki, dəlilər keçəl Həmzəyə inanırmı? Dəlilərdən heç kəs, hətta xanımlar belə keçəl Həmzəyə inanmırlar. İlk görünüşdən deməli onun gözlərinin qaynadığını deyirlər. Deməli, amma deyirlər ki, bax, Üçtəpə sağsağanının gözləri kimi qıyır-qıyır qaynayır. Baxın, Həmzə deməli Koroğlunu görəndə deyir ki, baxır onun təsvirində deyir ki, tərlan kimi gözləri, baxanda gördünüz, bir deyir, gözləri tərlan gözü kimi oyur oynayır. Bunu Həmzə fikirləşir. Amma Həmzəni gətirəndə dəlilər fikirləşirlər ki, Üçtəpə sığırçınının gözləri kimi. Üçtəpə sığırçınının gözləri kimi qıyır-qıyır qıvrılır. Neysə, bunları dedik. Deməli indi. Keçəl Həmzə gəlir və keçəl Həmzəyə götür apar işləri tapşırırlar da, bunu apar, onu gətir, onu qoy, bunu götür. Keçəl Həmzə də işini elə gözəl görür ki, hamı bundan razı qalsın da. Neysə, işini o qədər gözəl görür ki, axırda deməli, bəylərin də, dəlilərin də, xanımların da gözündə özünə hörmət qazana bilir. Qırış-quruşdan da yiyib, deməli, bacada qurdalanmağa başlayır. Və deməli, xanımların və dəlilərin gözündə zirəngliyinə görə, çox zirəng olur, zirəngliyinə görə və hər işi də bacardığına görə, deməli, diribaşlığına görə, zirəkliyinə görə, deməli, hörmət qazanır. Və deməli, bunun diribaşlığını görən Koroğlu da buna Kəloğlan adı verir. Kəloğlan.
Kəloğlan deyəndə, yəni Kəloğlan da Kəloğlan adı verir. Nutqdə var ya Kəloğlan, keçəl olduğuna görə yox. Və düşər ki, keçəl olduğuna adətən biz cizgi filmində görmüşük ki, keçəl olduğuna görə orada Kəloğlan olur. İndi orayla yadınızda qalar ki, cizgi filmindəki kimi. Hə, bu kal keçəl deməkdir. Keçəl olduğuna görə buna Kəloğlan deyir. Xeyr, bax ona görə vermir ha Kəloğlan adını. Ona diribaş olduğuna görə Kəloğlan adını verir. Və bu şəkildə nəysə bir gün keçir, axşam deməli biraz keçir, bir gün keçəndən sonra, bir neçə gündən sonra bir dəqiqə, buranı dəqiqləşdirək ki, deməli tövlədə iki yük yabısı var idi. O qədər yüklənmişdilər ki, sümükləri çıxmışdı. Ona baxmağa da Keçəl Həmzəyə tapşırır. Bax, 2 dənə əvvəlcə 2 yük yabısını tapşırır. Bax, düşər ki, birinci dəfədən düratı verir. Kimlər əgər belə bilirsə, qeyd eləyin, yadınızda qalsın. İlk dəfədən düratı vermir. Ümumiyyətlə, Keçəl Həmzənin ilk işi nə olur həyətdə? Götür-qoy işləri eləməyə, həyətdəki, yəni kimin nə tapşırığı olur, o işləri görməyə başlayır. Daha sonra isə onun diribaşlığını görəndən sonra ona Kəloğlan adı verir Koroğlu. Daha sonra isə 2 yük yabısı olur tövlədə. Onların lap qabırğaları görünürdü, o qədər arıq idilər, sümükləri çıxmışdı. Onları baxmağı Keçəl Həmzəyə tapşırır Koroğlu. Keçəl Həmzə yabıdan müğayət olmağa başladı. O yabılara elə baxır ki, o sümükləri çıxan yabıları kökəldir eləyir bunları qəşəng. Digər atların qabağından yeməkləri oğurlayır, yedirdir bu 2 yabıya ki, bu 2 yabı kökəlsin. Axşam tumarlayır, səhər tumarlayır, can yandırır, deməli, tövlədəki atların otundan, arpasından oğurlayıb bu 2 yabıya yedirdir və yabılar kökəlir, dərisinə sığmaz olurlar. Koroğlu tövləyə, bir gün Koroğlu tövləyə atların yanına gəlir. Yabıya deyir, baxır və mat-məətəl qalır. Deyir ki, deməli, bu nədir? Bu atlar nə yaxşı belənçiyini olubdu. Və Kəloğlan deyir, niyə bunlar belə olub, nə yaxşı olublar? Çox, deməli, Dürat bu il çox sınıqdır deyir. İstəyirəm onu da sənə tapşırım. Dürat bu il çox sınıqdır. İstəyirəm deyir onu da sənə tapşırım. Gərək onu da qırata çatdırasan. Qırat kimi deməli gözə gəlimli, yəni dolu, yeyib içib də cəld eləyəsən, onu da yeyib içsin, kökəlsin. Çox sınıqıbdır deyir. Bax sınıqıb deyir. Xanımlar, dəlilər razı olmurlar. Deyirlər ki, ay Koroğlu onlara razı olmur, amma Koroğlu da onlara qulaq asmır da. Onlar deyir ki, Koroğlu vermə, yəni etibar etmək olmaz, amma Koroğlu da qulaq asmır. Keçəl Həmzə bir neçə gün Dürata yaxşı baxdı. Bir neçə gün Dürata yaxşı baxır, Düratı kökəldir. Amma bir neçə gündən sonra Koroğlu artıq Düratın yaxşılaşdığını, kökəldiyini görəndən bir neçə gün sonra başlayır Koroğlunu başlayır deməli Düratın Keçəl Həmzə Düratın deməli yemini kəsir və Düratı arıqladır. Koroğlu gəlir görür ki, Dürat yaman sınıxıb dəlsən. Deyir, niyə belədir? Deyir ki, ay Koroğlu, bəs necə olsun? Yazıq at işıq görmür, çölə çıxmır, gün üzü görmür. Bütün günü tövlədə, başı bağlı, ayağı bağlı. Deməli, ayaqları da bağlıdır bu atların. Qıratla Dürat ikisi də eyni deməli tövlədə olur, amma açarları ayrı-ayrıdır. Deməli, açarları ayrı-ayrı olur. Açarları ayrı-ayrı olur. Verir deməli, açarı, Düratın açarını verir Keçəl Həmzəyə ki, ala, bəs Dürata bax, o da gəlsin, açarı verir də, yəni açqınan apar çölə çıxartqınan Dürata. Yenə burada da dəlilər, xanımlar razı olmasa da Koroğlu sözə baxmır, açarı verir. Deməli, Keçəl Həmzə də Düratı çölə çıxardıb yedirdir, içirdir, gözünün üstündə gəzdirir. Ona yəni ondan müğayət olur ki, Koroğlu onun hiləsini başa düşməsin. Və baxır ki, Hasan Paşanın da buna qoyduğu vaxt dolur. Hasan Paşanın qoyduğu vaxt dolur. Odur ki,
Hasan Paşanın buna verdiyi vaxt olur və fikirləşir ki, mən Qıratı götürüləsi, belə gedəsi, Qıratı belə getsə, Koroğlu mənə heç bir ilə də Qıratı mənə etibar eləməz, verməz. Qıratın hələ Düratı indi almışamsa, gör Qıratı mən nə vaxtda götürə bilərəm. Sonra da fikirləşir ki, kim deyə Qıratdı, Düratdı, bunları tanıyan, götürüm elə Düratı gedim Qırat adı ilə verim. Və Qırata minir, gedir. Səhər açılır, səhər açılır. Dəli Mehdər, bu Mehdər Murtuz deyil ha, bunu Mehdər Murtuzla dəyişik salmayın. Mehdər Murtuz 7 il Mehdərli eləyibdi, çıxıb gedibdi. Bu Dəli Mehdərdir, xəyanət eləyibdi, deməli Koroğluya çıxıb gedibdi Hasan Paşanın yanına. Bu isə Dəli Mehdərdir. Dəli Mehdər səhər açılır, gedir atlara baxmağa, gedir görür ki, Qırat var, Dürat yoxdur. Nə Dürat var, nə də ki Dəli, nə də ki Keçəl Həmzə. Keçəl Həmzə. Və qaçaraq gəlir Koroğluya deyir ki, ay Koroğlu bəs yoxdur, Keçəl Həmzə qaçıbdı, yəqin ki Düratı da götürüb gedibdi. Koroğlu da dəlilər başlayırlar bunu məzəmmət eləməyə, xanımlar başlayır bir tərəfdən məzəmmət eləməyə ki, biz sənə dedik ki ona tapşırma, sən ona tapşırdın, ona etibar eləmək olmazdı və Çənlibel dəlilərin adı gələndə paşalar deyir tir-tir əsirdilər. İndi deyir bizim güvənimiz düşdü. Yəni ki, ətrafa xəbər yayılacaq ki, atımızı qaçırdıblar. Heç kəs deyir bizə yaxın düşə bilmirdi. Düşmənlər də deyir bu xəbərdən deyir ayaq üstə düşmənlər deyir üstünə ayaq alacaqlar, sənin üstünə qoşun çəkəcəklər, ayaq alacaqlar və biləcəklər ki, artıq yəni sən o qədər də güclü deyilsənmiş də. Bunu bu şəkildə başa düşəcəklər. Və sən deyir bundan sonra gedib Düratı hardan tapacaqsan, nə edəcəksən? Bu qədər başlayırlar bunu məzəmmət eləməyə. Başlayırlar deməli xanımlar Koroğlunu məzəmmət eləməyə. Koroğlu da deyir ki, Dürat gedib, Qırat ki durur, minib gedərəm Qıratı deyir, Düratı tapıb gətirərəm deyir, az məzəmmət eləyin məni. Məni deyir, az məzəmmət eləyin. Dəlilər başlayırlar deyir deyinməyə ki, gedərsən, gətirərsən, hə, görək hardan tapacaqsan, biz nə bilək o kim idi, hardan gəlmişdi, hara getdi. Başlayırlar bunları deməyə, çünki Koroğlu neyniyir, qəzəblənir və deyir ki, deməli, Dəli Mehdərə ki, tez ol atı gətir, üzünü Eyvaza tutur ki, Eyvaz mənə yox, əvvəl üzünü Eyvaza tutur, deməli qəzəblənir Koroğlu. Əvvəl üzünü Eyvaza tutur ki, Eyvaz mənə şərab gətir, Eyvaz şərab gətirir. O deyir dayanmadan deməli Eyvaz şərab gətir, dayanmadan deyir 7 badəni dalbadal içir və sonra da üzünü Dəli Mehdərə tutur. Əvvəl üzünü Eyvaza tutub şərab istəyir, qəzəblənir Koroğlu. Deməli baxın, ardıcıllığı bir də deyək. Koroğlu Mehdər Dəli Mehdər deməli gedir tövləyə, gedir görür ki, nə at var, nə də Keçəl Həmzə. Gəlir qaçaraq Koroğluya deyir. Koroğlu deməli Koroğluya deyir, Koroğlu hələ dinməmiş, danışmamış. Deməli, dəlilər, xanımlar başlayırlar onu məzəmmət eləməyə ki, sən hardan tapacaqsan, necə tapacaqsan, əsasən də xanımlar başlayırlar məzəmmət eləməyə ki, hardan tapacaqsan, xanlar, paşalar bizə deyir, qorxurdular, bizə yaxın düşə bilmirdilər. İndi deyir, biləcəklər ki, sənin Düratını qaçırıblar, bir quş uça bilməzdi sənin deyir, bu Çənlibelindən. İndi deyir, gəlib deyir, biləcəklər ki, sənin Düratını qaçırıblar və onlar sənin artıq gücdən düşdüyünü hesab eləyəcəklər, fikirləşəcəklər ki, hə Koroğluya hücum eləmək olar və bizə hücumlar eləyəcəklər. Bunlar başlayır xanımlar bunu deməyə ki, sən bundan sonra Düratı hardan tapıb gətirəcəksən. Dəlilər də bunun üstündən xanımlardan sonra dəlilər başlayır ki, sən nə bilirsən, o kim idi, hardan gəlmişdi, hara getdi, sən gedib Qıratı hardan gətirəcəksən. Yəni bundan qəzəblənən Koroğlu da deyir ki, Qırat gedibsə də, Dürat gedibsə də Qırat qalıb, mən Qıratı minəcəm, gedib Düratı gətirəcəm və deməli, yenə də dəlilər deyinirlər ki, çətin ki, sən gedəsən, Düratı tapasan, gətirəsən, onun hardan gəldiyini bilmirik və Koroğlu neynir? Qəzəblənir, Eyvaza deyir ki, qəzəblənir və deyir, az məzəmmət eləyin məni. Eyvaza deyir ki, mənə şərab gətir və 7 badə dalbadal şərab içir. Və Dəli Mehdərə də deyir ki, tez ol atı yəhərlə. Və atı minir, dinməz, söyləməz, heç kəsə bir söz demədən, bir kəlmə belə kəsmədən, deməli, atı minib çapbağa başlayır. Gedir Düratın dalıcan, Həmzənin dalıcan. Deməli, gəlinində Həmzədən danışaq. Görək, Həmzə neynir?
Həmzə də yaxınlıqda bir 40 dəyirman atı dayanmadan çapa-çapa gedir, yorğunluğunu almadan ki, gəlib Koroğlu qıratla ona çatana qədər bu uzaqlaşsın da, dayanmır. Bu vaxtı 40 dəyirman deyilən deməli bir yer olur. Oraya çatmağa az qalır. Dönüb geri baxanda görür ki, bu da hadi Koroğlu gəlir. Qoyub üstə tozanaq. Tez qaçır özünü verir deməli dəyirmana verməyə çalışır ki, qaçır ki, dəyirmana atı tez-tez yəni sürür, çapır ki, deməli çatsın dəyirmana. O qədər boğazı quruyur ki, qorxusundan hətta boğazı quruyur ki, udquna bilmir, öz tüpürcəyi deməli ağzında quruyur, tüpürcəyi belə ağzında quruyur, gəlir çıxır nəysə dəyirmana. Dəyirmançını tez atını düşür atdan, atını deyir dəyirmanın qapısında dirəyə bağlayır və tələsik deyir dəyirmançını çağırır ki, ay dəyirmançı bir eşiyə çıx. Dəyirmançı da deyir tez eşiyə çıxır, soruşur ki, qardaş nə istəyirsən, nə var? Həmzə deyir ki, bir yol ilə gələn, bax o Koroğludur, bax o yol ilə gələn qoç Koroğludur, Çənlibeldən gəlir və onun deməli Çənlibeldən gəlib ona bir dəyirmançı beyni lazımdır. Niyə görə deyir? Çünki onun deməli atlarına qotur düşübdü, qotur xəstəsi düşübdü və deməli həkim də, kimyaçı da ona deyir, məsləhət görüb ki, bir dəyirmançı beyni lazımdır ki, o atlarına yedirtsin və çarə atlarına yedirtsin, bir çarə tapsın da, yəni atları bundan sağalsın. Və sən də mənə də deyir Hasan Paşa göndərib ki, bütün dəyirmançılara xəbər eləyim və başlarına çarə qılsınlar. Sən də deyir tez ol, get öz başına bir çarə qıl. Dəyirmançı dil tutar tutmaz deyir ki, ay aman mənim küllü külfətim var, mən nə edə bilərəm? Gəl mənim təkirini al, yəni atına minim, mən də qaçırdı özündən get. Həmzə deyir ki, yox belə olmayacaq da, gəl sən soyun paltarını, paltarlarımızı dəyişək, sən get donuzluqda gizlən. Dəyirmanın bir donuzluğu var. Get deyir dəyirmanın donuzluğunda gizlən. Mən bir təhər Koroğlunu deyir başını qataram da bir şey eləyərəm. Dəyirmancı tez paltarını çıxardır. Onun deməli paltarını çıxardır. Dəyişdirirlər paltarlarını. O Keçəl Həmzənin paltarını gedir və geyinir, gedir donuzluqda gizlənir. Donuzluqda gedib gizlənir. Deməli, dəyirmançı Keçəl Həmzənin paltarlarını geyindi, getdi donuzluqda gizləndi. Keçəl Həmzə də dəyirmançının paltarını geyindi. Elə bu vaxtı Koroğlu gəlir, çatır və Koroğlu dəyirmançını çağırır ki, ay dəyirmançı çölə çıx, dəyirmançı çölə çıx deyəndə Keçəl Həmzə dəyirmançının paltarında çölə çıxır, amma Koroğlu Keçəl Həmzəni tanımır. Elə başa düşür ki, dəyirmançı deyir, bəs atla bura gələn o bir nəfər var da, hara getdi? Keçəl Həmzə də deyir ki, donuzluqda, dəyirmanın donuzluğundadır. Deyir, girdi içəri və dəyirmanın donuzluğunda gizlənib deyir və mənə tapşırdı ki, yerini deməyim. Koroğlu da deyir, atdan düşüb, tez gedir donuzluğa və bu atın, qıratın yüyənini özü öz əli ilə verir Keçəl Həmzəyə. Bax, özü öz əli ilə Keçəl Həmzəyə verir ki, bir bunu tut görüm, bir bunu saxla görüm deyir. Elə bilir dəyirmançı da və gedir dəyirmanın donuzluğuna üzünü tutub deyir ki, ay Keçəl, belə çıx görüm. Dəyirmançı biraz da yana çəkilib. Axı oradakı da Keçəl deyil, dəyirmançıdır, düzdür. Keçəlin paltarını geyir. Oradan bir belə çıx görüm. Haraya çıxım deyir. Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdur. Mənim deyir, bax, dəyirmançı deyir içərdən ki, mənim sənin deməli ilxının qoturuna dərman olası beynim yoxdur. Ölsəm də çıxmaram. Koroğlu deyir ki, ay Keçəl, qotur nədir, beyin nədir? Belə çıx, səninlə işim var. Axı Koroğlu bilmir söhbət nədən gedir. Elə bilir o Keçəl Həmzədir. Amma demə o dəyirmançıymış. Koroğlu gördü ki, yox, öz xoşu ilə dəyirmandan çıxmaq istəmir. İrəli yeriyir. Bu irəli yeridikcə dəyirmançı dala çəkilir. Bu irəli yeridikcə dəyirmançı dala çəkilir və dəyirmançı qorxudan lap küncə qısılmaq istəyəndə paltarı ilişir dəyirmanın çarxına. Hara ilişir? Dəyirmanın çarxına. Çarx az qalmışdı ki, dəyirmançını bir təhər eləsin, yəni öldürsün, artıq özünə dolasın. Öldürsün və Koroğlu dəyirmançını dartıb, çəkib çıxarır və onu xilas edir. Atır bayıra, baxır, görür ki, bu Keçəl Həmzə deyil ki, Həmzə onu aldadıb.
Bu keçəl həmzə deyil. Tez bayıra tullanır, gedir görür ki, bu keçəl həmzə atın belində dayanıb dəyirmandan biraz aralıda. Keçəl həmzə çənli belə Durata baxdığı zaman qıratında yan yöləsinə hərlənib özünü deməli mehriban eləmişdi. Deməli o Durata baxan zaman keçəl həmzə qıratında ətrafında gəzmişdi. Özünü deməli qırata mehriban eləmişdi ki, qırat onu nə vaxtsa o qıratla yəni qıratı ona tapşıranda o mehriban olsun. Artıq özünü qırata öyrətmişdi. Bir də ki, qıratın bir deməli xasiyyəti var idi ki, Koroğlu Qıratın yiyənini kimə versəydi, Qırat ondan, yəni o adamdan yola gedərdi. O adama deməli, o adamın dediklərini eləyərdi. Deməli, belə olur. Həmzə Qıratın belində dəyirmandan biraz kənarda durur. Koroğlu öz şirin dilini işə salır və deməli atın cəvcəllərini kəssin, istəyir ki, atın cəvcəllərini kəssin. Koroğlunun ürəyi tablamadı, dedi. Canım Həmzə, gözüm Həmzə, Həmzə incitmə Qıratı. Budur sənə sözüm Həmzə, Həmzə incitmə Qıratı. Qırat mənim dirəyim, əriyər, qalmaz ürəyim. Sən olsan duz çörəyim, Həmzə incitmə Qıratı. Elədir paşalar, bəylər, şadlıq xəbərin söylər. Koroğlu iltimaz eylər, bala incitmə Qıratı. Yəni burada Həmziyə bala da deyə müraciət eləyir. Sonra nə deyir? Deyir incitmə də Qıratı. Sonra deyir ki, gəl mən sənə Qıratın deməli görürəm mərd adamsan deyir. Həmzə deyir, Koroğluya deyir ki, sən mərd adamsan, bir at nədir ki, sən deyir, ondan ötürü bu qədər yalvarıb yaxarırsan deyir. Mən deyir, bir ay süfrənin qırın-qırtığını yemişəm, onu deyir, mənim niyə başıma vurursan ki sən deyir, niyə deyir bu, yəni mənə sifət eləyirsən, mənim başıma vurursan. Bəs mən, deməli, bir atdan ötürü sən niyə belə yalvarırsan? Koroğlu deyir ki, Həmzə, mən bilirəm ki, sən bu atı aparıb saxlayan minən deyilsən. Düzünü de görüm, nə inirsən və səni kim göndəribdir? O da açır deyir ki, bəli, məni Hasan Paşa göndəribdir və Hasan Paşa göndərib və mən onun kiçik qızını almaq üçün gəlmişəm ki, Qıratı aparım, onun kiçik qızını alım. Bir gün görüm. Və deyir ki, ayə, Koroğlu deyir ki, bəs nə qədər istəyirsən, mən sənə var dövlət verərəm. Yəni, var dövlət verərəm da, sən Qıratı qaytar. Həmzə gülür. Həmzə gülür deyir ki, Həmzə güldü və dedi ki, Koroğlu, sən dünya görmüş adamsan, sən bilirsən ki, keçəli Allah da aldada bilmir. Baxın, bu söz deməli, keçəlin öz sözüdür. Deyir, sən dünya görmüş adamsan deyir, sən özün bilirsən ki deyir, keçəli Allah da allada bilmir. Bu söz keçəl Həmzənin öz sözüdür. Keçəli Allah da allada bilmir. Qeyd edeyim bunu. Məni sağ, sən deyir, əgər mən atdan düşsəm, səncə sən məni deyir, sağ buraxarsan? Yox, keçəl deyir, suya getməz. Bu da keçəlin öz sözüdür. Koroğlu dedi, ay Kəloğlan, mənim əlimdən alıb, aparıb Hasan Paşaya verəcəksən, deyir bu atı. Kəloğlan da deyir ki, verməliyəm ki, mən onun kiçik qızını alım. Və ağ günə çıxım, ona görə bunu eləyirəm. Keçəl də deyir, Koroğlu gördü ki, Həmzə atı aparır, dedim. Həmzə, indi ki, yola gəlmirsən, atı aparırsan, onda onun qiymətini deyim sənə. Deyir, onda qiymətini deyim sənə ki, əylən deyim Qıratın qiymətini. 80 min sərkərdə mala da verməm. 80 min ağ tüklü qəmər öyəcək, 80 min xəzinə pula da verməm. Deyir, sərkərdiyə qəmər tüklü öyəcək, xəzinə kimi pula da vermə deyir. Yəni, onun qiyməti yoxdur. 80 min ata, mahalda gələn barata, 80 min kötana, 80 min cütə, 80 min kötanlıq kala da vermə. Yəni, heç nə ilə əvəz eləmir də, deyir, yəni heç nə ilə əvəz olunmur. Bunlara qiyməti deyir, budur. Həmzə deyir ki, arxayın ol, nəinki mən bunu Hasan Paşa ilə şərtim var.
deməli, atı ona verib, kiçik qızı da ona xanıma alacağam. Mən atı dünya malına verməyəcəm. Sən narahat olma. Mən atı verib ona, dona xanım alacağam. Koroğlu deyir ki, az zalım. Belə atı da bir qıza görə deyir, belə atı verərlərmi? Sonra saz döşünə basıb Koroğlu deyir ki, Koroğlu baxın, burada belə atı deyir, bir qıza görə deyir, bu cür atı deyir, aparıb paşaya verərlər. Sazı döşünə basıb deyir, sözün axır xanəsini deyir ki, Koroğlu dövlətin indirsin dizə, say götür hamısını 80 min yüzə. Say götür hamısını 80 min yüzə. 80 min gəlinə, 80 min qıza, gəlinə, qıza, 80 min ərgənə, dula da vermə. Sən deyir, nəinki 80 min qıza, 80 min gəlinə, 80 min ərgənə, igidə, heç 80 min deyir, dula da vermə. Sonra Koroğlu, mən işin olanını sənə dedim, mənə nə ad verirsən ver, da gedirəm. Həmzə indi ki, belə oldu, apar, get, muradına çat. Ancaq bil ki, deyir, gəlincə atı yaxşı saxla. Mən gəlincə atı yaxşı saxla, çünki gəlib deyir, atı qaytaracam. Koroğlunun ürəyi kövrəldi, sazı yenə döşünə basıb dedi ki, Həmzə atı yaxşı saxla. At igidin qardaşıdır. Bax, kim deyir at igidin qardaşıdır? Atı igidin qardaşı hesab eləyən kimdir? Koroğlu. Gündə müğayət olub yoxla, at igidin qardaşıdır. Yay olanda dağa yollat, yaz olanda ifçin nallat. İfçin nallat, yan nallarını vurdur. Qış olanda məxmər cüllat, yəni şey deyir onu məxmərlə bəzə, at igidin qardaşıdır. Atı sevib bəslə körpə, hayqıranda çıxsın sarpa. Hər yeyəndə 40 tas arpa, at igidin qardaşıdır. Sərin-sərin suyundan quyruğunu bağla muyla. Qoç Koroğlu çox öynən, at igidin, Qoç Koroğlu çox öynən, at igidin qardaşıdır. Yəni, atı igidin qardaşı bilir və öz adını da çəkir. Bunu kim deyir? At igidin qardaşıdır, Koroğlu deyir. Həmzə deyir ki, Koroğlu arxayın ol, inşallah gələrsən, görərsən. Yəni, atını gələrsən, görərsən, gəlib apararsan. Koroğlu Həmzə get, amma mənim bu sifarişim də deməli deyir, get, amma mənim də sifarişimi deməli Hasan Paşaya çatdır. Deyir, Hasan Paşaya denən ki, qıratı gətirirəm, qala qoymaram, orada qalmağa qoymaram, gətirirəm. Onun qoşununu qıracam, valını dövlətini tarayacam, deyir. Sonra içmişəm badəni, indi meyxoşam, deyir. Qıratın dərdindən dəli sərxoşam. İçmişəm badəni, meyxoşam, deyir. Qıratın dərdindən də dəli olmuşam, sərxoşam. Sözlərimi eşit, yaxşı bil, paşam. Dağıdıb ölkəni, qala qoymaram, paşam deyəndə burada Keçəl Həmziyə demir, deyir, axı ki, ged Hasan Paşaya deyə, onun sözlərini çatdırmaq üçün deyir. Deyir, sözlərimi eşit, yaxşı bil paşam, dağıdıb ölkən də qala qoymaram. Qoymaram ki, sənin ölkən də qala, dağıdaram, heç bir qala belə qoymaram sənin ölkəndə qalsın. Bunu da bu paşam deyəndə yenə kimə deyir? Təbii ki, Hasan Paşanı nəzərdə tutur. Həmzə dedi, gözüm üstə çatdırıram. Baxın, orada deyər ki, Hasan Paşanın özünə deyir birbaşa. Hasan Paşaya demir, ha. O qıratın üstündə oturan Həmziyə deyir ki, get bunu Hasan Paşaya da çatdır. Gördü ki, artıq yəni Həmzədən atı ala bilmir də. Keçəl Həmzə yola düşüb gedir. Keçəl Həmzə bunu deyib qıratı səyirdi, gözdən itdi. Deməli, qıratla çapdı, gözdən itdi. Koroğlu Düratı qaytarmağa gəlmişdi, qıratı əlindən verdi. Qıratı qaytarmağa gəlmişdi, Düratı qaytarmağa gəlmişdi, qıratı əlindən verdi. Dəyirmanın qapısında yenə oturdu, aldı görək nə dedi. Çünki oldun dəyirmançı, çağır gəlsin dəm Koroğlu. Baxın, bunu adətən səhv salırlar. Deyirlər Koroğlunun dilindən deyilməyibdi, amma Koroğlu özü burada deyir ki, çünki oldun dəyirmançı, çağır gəlsin dəm Koroğlu. Dən Koroğlu deyir.
Verdin qarı, aldın dürü, verdin bax qırı, aldın dürü. Yəni qıratı verdin, dürü aldın, boş başına yan Koroğlu. Döy başına yan Koroğlu, döy başına yan Koroğlu. Qırat əldən getdi barı, canda qaldı intizarı. Yəni intizar yoluna həsrət qaldın. Üyüd arpa, buğda darı, al şah dağı, şahadın, al şahadın sən Koroğlu. Deyir gedin də arpanı, buğdanı üyüd və yəni ki, burada bu digər at da var da. Qırat buradan getdi büyün, sinəmə vurdu dağ düyün. Qırat deyir, bugün çıxdı getdi büyün, yəni bugün də. Sinəmə dağ düyün vurdu deyir. Gedim dəlilərə nə deyim deyir. Öl burada qal Koroğlu. Artıq fikirləşir ki, gedib dəlilərə nə deyəcək. Ona görə də deyir ki, öl burada qal Koroğlu. Yəni getmə, burada qal. Həqiqətən də Koroğlu həmən gecə getmir, qalır orada. Özü də ac olur, deməli. Atı da arpasız olur, at da ac olur, dür at da ac olur, özü də ac olur. Amma deməli, neyniyir? Yıxılır, yatır orada gecəni. Dəyirmançı da suyu sovub qaçmışdı. Dəyirmançı da çıxıb qaçmışdı. Artıq dəyirmançı ölmür ha. Dəyirmançı ölmür, çıxır, qaçır. Və Koroğlu bütün gecəni ac-susuz yatır və gözünü səhər açanda, işıqlananda görür ki, iki dənə yüklü nə gəlir? Öküz gəlir. Öküz gətirir bir kişi, gətirir öküzü. Koroğluya baxır, pal-paltarına, şər bəstinə baxıb deyir.